Siz tez-tez eyni zamanda bax, uşaqla çıxırsınız da, az yaşlıdır, yetkinlik yaşına çatmayan bir uşaqdır. Çox adam düşünür ki, siz istifadə edirsiniz. Eyni zamanda uşağa orada qazlı içkilər verməsi barədə sizə tez-tez iradlar bildirilir və s. Yəni bütün bunlar qəsdəndir. Yəni bir çoxlar deyirlər ki, TikToka gəlirlər, TikTokerlər pul qazanmaq üçün, onlar heç nəyə düşünmürlər. Yəni övladlarından belə istifadə edirlər. Nə dərəcədə siz bu fikirlərlə razısınız Ləman? Buyurun. Mən heç bir fikirlə razı deyiləm. Qazlı içkiləri mən verəm uşağıma. Nə dəxli var ki, mənasız bir sualdır həqiqətən. Nə aidiyyatı var ki, uşağa qalanda hamı Türkiyədə cəmaət uşağını qoyur ora, səhifə açır, fenomenini edir, uşağı videolar paylaşır, uşağı qəşəngdir məsəl üçün qoyur ora, YouTube açır, onu açır. Tək mən deyirəm ki, burada uşağımı göstərəm. O qədər var ki, prosta mən tanınıram deyə yenə də dedim, gözə batıram, başa düşürəm. Amma ki, həqiqətən mən yəni mənim uşağımın tərbiyəsindən burada söz ola bilməz. İzləyicilərdən də soruşa bilərsiniz. Mən əgər uşağıma tərbiyə verməsəydim, uşağımın tərbiyəsi burada hamıya bəllidir. Aydındır. Mən bir daha deyirəm, yəni dostlar, mən burada neytral bir mövqedəyəm jurnalist olaraq və sadəcə cəmiyyətdə bəzi suallara mən bir qədər əvvəl də bu haqda danışanda ki, ətrafımda olan insanlardan deyirlər ki, bəs əxlaqa zidd hərəkətlər və s. və axır. Yəni mənim belə deyə də Haçan əlində şərab, klubda nə bileyim, siz də mənə baxın, oğlan qucağında, bu saat 2-də uşağımı qoyub bəzilər kimi. Hansısa bir dəstəkçidən uşaq dünyaya gətirmişəm, Şirə Universala gedib çay içmişəm. Əxlaqı nə edirsiniz? Burada o qədər əxlaqsızlar var ki, sadəcə canlısında 150 nəfər var deyə onlardan bugün maraqlı deyil və soruşmurlar da. Əxlaq nə edirlər bunlar? Mənim canlımda məsəl üçün 9-5 min adam var deyə mən əxlaqsızam və yaxud da sözün düzün danışmaq əxlaqsızlıqdır. Nə dəxli var? Eyni zamanda siz tez-tez bax belə emosional danışırsınız və çox adam hətta deyir. Mən tək anayam, kimsə gəlib mənim oxumdan hava görə peşman verir. Yaxşı insanların anlamlarını çağırırsın. Mən buna gülməmişdən də var. Karantində mən bu hələ bir tanışdım. Mənə o karantin vaxtı mən restoranda işləyirdim. Çıxdım, restoranlar dayandı bilirsin. Mənim uşağımın aylığıydı. Qonşular gətirdi mənim uşağıma yemək falan verirdi. Yəni mən o günlərimi özüm görmüşəm, yeni bir zat təmizlədim, tuvaletdən. Bu dediyi mənə kimi sözü bozduqdur. Çünki o çətin anları mən yaşamışam. Mən ərimdən aliment belə almıram. Mənə kim nədir, o günlərdə istədir. Mən özüm-özümə atrikatan, özüm-özümdə tanıyıram. Ləman, bundan başqa siz necə düşünürsünüz? Bax, bu günlərin biz TikTokdayıq da. Bugün mənə öz belə də bəzi həmkarlarım da deyirlər ki, yox, sən kalibrli jurnalistlər, bu insanların ümumiyyətlə hər bir cəmiyyətin öz belə də personajları var. Siz də Azərbaycanda, TikTokun Azərbaycan segmentində yəni kifayət qədər tanınan bir insansınız. Yəni bu danılmaz bir faktdır. Və zənnimcə bu günlərim nəinki belə də rəsmi şəxslərdən sizi kimi insanlarla da mütləq jurnalist danışmalıdır. Bu bizim peşəmizdir. Amma bilirsiniz, bu günlərim anti-qəhrəman hesab olunursunuz. Yəni siz doğrudan mı ümumiyyətlə bu TikTokda və s. sosial şəbəkədə belə deyək də əslində yaxşı, mən anlayıram ki, doğrudan da mən bəzi canlılarda özüm də baxmışam və bəzi biabırçıları özüm də görmüşəm. Amma yaxşı, hər kəsin xoşuna gəlmək üçün doğrudan mı nəsə etmək lazımdır? Yoxsa nədədir problem? Buyurun. Mən inanın Aytan xanım, mən kəsin xoşuna gəlməyə çalışmıram. Mən əgər kiminsə xoşuna gəlsəydi, mən bu 7-ci ilə keçirəm buradayam, kütlüyə işləyərdim. O bəzi səhv olub ağzımdan bəzən çıxartdığım sözləri çıxartmazdım. Özümü burada bəziləri kimi küçədə pozğun burada ağırla aparardım. Mən necə var, elə davranmışam. Mən bilməyənlər də, mən sözümü qəbul eləməyən insanlardır. Mən burada qadınlara söyləmək olmamışam. Bir də biləm, sadəcə ayaq üstə durmağı bacarın. Sözünüzü deməyi bacarın. Kiminsə qarşısında özünüzü sındırmayın ki, işləyin, qazanın, nəyiniz olsun ki, sabah ərə gedin. Məni kim ayrılanda? Mənə Allah buranı yetirdi, amma sizə yetirməyə bilər. Əlinizdən tuta biləsiniz. Özünüzə, o demək deyil, mən qızları pozuram. Mən sadəcə deyirəm, oğlanlara inanmayın, alfonslara inanmayın, çox adama inanmayın, güvənməyin, öz həyatınızı qurun. Oğlanla da danışanda elə oğlanla danışın ki, varlı olmasa da belə dəyər versin sənə. Sənə bunu eləsin, sənə sürüsən qadınsan. Gedib küçədəki əxlaqsızlara gələ bilirlər. Siz eləmirlər. Niyə özünüzü? Deyirəm, mən belə sözlər deyirəm, mən deyirəm, sən qızları pozursan. Pozmuram, sadəcə deyirəm, xanım olaraq özünüzü dəyər